Salam, mən bugün sizlə ilk makyaj videomu çəkirəm. Əvvəlcə üzümü yumuşam, sonra isə Biodermanın nəmləndiricisi ilə nəmləndirdim. Mənim kimi allergiyalı üzünüz varsa, çox gözəl, mükəmməl bir nəmləndiricidir. Burada sizə 2 günəş kremi göstərirəm. Yaşıl rəngli günəş kremi daha çox qış ayları üçün uyğundur, çünki çox yağlıdır. Ağ rəngli günəş kremi isə daha çox yay ayları üçün uyğundur, çünki su bazlıdır. Mən təbii ki, ağ rəngli günəş kremindən istifadə edirəm, çünki üzüm hədsiz dərəcədə çox yağlıdır. Burada isə mən sizə çalışıram göstərim ki, necə gözəl qalır üzdə. Yəni şor qalmır, ağ izlər buraxmır. Bacardığım qədər daha yaxından sizə göstərməyə çalışıram və belə deyim, heç bir filtrdən istifadə eləmirəm və makyaj videolarımda filtrdən istifadə eləməyi də düşünmürəm. Belə bir tonal kremim var. Yəni bu krem çox yüngül bir teksturaya malikdir. Yay ayları üçün istifadə eləməyə daha çox uyğundur və çox yüngüldür. Belə deyim də, sizin üzünüzdə hər hansısa bir çillər və yaxud da ləkələr varsa, yəni onları gizlədəcəyini deyə bilmərəm. Sadəcə olaraq günlük tonlaşdırma üçün daha çox uyğundur və mən də bunu gündəlik istifadə edirəm. Və təbii ki, makyaj videolarımda gördüyüm kimi birinci əlimin üstünə çəkib sonra üzümə tətbiq edirəm. Yəni mən belə deyim də sizə, makyaj eləməyə 21-22 yaşımda başlamışam, yəni normal makyaj eləməyə. Bunu mən sizə özümü tərif eləmək üçün demirəm. Sadəcə olaraq biraz məyusluq hissi yaşayıram, peşmançılıq hissi yaşayıram ki, kəşke daha əvvəlcədən mən makyaj eləməyi öyrənərdim. Niyə? Çünki mənim bilmədiyim o qədər şey var ki, makyaj haqqında. Yəni adicə mən layneri belə çəkə bilmirəm gözümə. Yəni, baxmayaraq ki, mən özüm rəssam ailəsində doğulmuşam, düz xətti belə çox çətinliklə çəkirəm. İnşallah düşünürəm ki, mənə dəstək olsanız, mənə motivasiya versəniz, gələn videolarda layner necə çəkilir, mənim kimi gözü ətli olan insanlara necə layner çəkilir, yəni addım-addım öyrənmək videomu sizlə paylaşmağı düşünürəm. Burada isə belə bir pudram var. Bu pudra da çox gözəl bir pudradır. Normalda mən transparan pudralardan istifadə edirdim. Ancaq üzümdə çox belə qabıq-qabıq görüntülər əmələ gətirirdi. Sonra isə mən öyrəndim ki, mənim kimi dərilərə, yəni üzü biraz daha yağlı olan dərilərə daha çox preslənmiş pudralar uyğundur. Burada sizə bu fırçamdan deyim. Yəni bu fırçam çox yumuşaq və çox gözəl fırçadır. Bunu mən Olivia'dan dəst şəklində almışam. Mən tez-tez makyaj ləvazimatlarımı yuyuram. Ona görə də yəni bilirəm ki, yəni bu fırçadan qətiyyən tük çıxmır. Niyə tez-tez yuyuram? Çünki üzüm çox allergiyalıdır. Hər şey üzüm səpir. Ona görə çalışdığım qədər makyaj malzəmələrimi təmiz saxlamağa çalışıram. Burada T şəklində çəkirəm pudramı. Yəni təbii ki, makyaj videolarına necə baxmışamsa elə tətbiq eləməyə çalışıram. Mən hədsiz dərəcədə çox makyaj videolarına baxmışam öyrənmək üçün. Burada mən yenə unuduram video çəkdiyimi, kameraya baxsam da video çəkdiyimi unuduram. Çünki ilk makyaj videom olduğuna görə tez-tez makyaj çəkdiyimi unuduram və yanıma kiçik güzgü qoymadığım üçün biraz çətinlik çəkirəm. Çünki kameraya baxıb makyaj eləmək həqiqətən də bir az çətin olur. Burada əlimi silirəm. Təbii ki, B12-im çox yüksəkdir. Əlimi hər yerə vurub, yəni hər yeri bulaşdıracağam. Paltarımı, evi, hər yeri. Ona görə tez yadımda olmuşkən əllərimi də tez sildim. Burada mənim yadıma düşür ki, mən gözümün üstünə pudra vurmamışam. Çünki gözümün üstünə tonal krem vurmuşam. Göz rəngimdə bərabər olsun və ten palet daha gözəl qalsın deyə, daha rəngi üzə çıxsın deyə tonal krem vurmuşam gözümə və pudra vurmayanda tonal krem gözdə daha çox topaq şəklində palçıq kimi qalır. Yəni ona görə mütləq pudra vurmaq lazımdır ki, üstündə topaqlıq qalmasın və palçıq görüntüsü yaratmasın. Burada ten paletimi axtarım. Təbii ki, heç nə əlimin altına qoymamışam. Çox şeyim dağınıqdır. Yəni biraz da həyəcan var içimdə. Burada bu ten paleti göstərəmsə, bunu mənə bacım alıb, mənim üçün çox dəyərlidir. Yəni mənim üçün o ten paleti Türkiyədən gətirib və onu mənim bacım aldığına görə mənim üçün çox dəyərlidir. Burada isə özümə ad günümə hədiyyə elədiyim ten paleti göstərəm. Nərgiz Shopdan almışam. Qapağı necəsə olub, sumkamda qırılıb. Yəni buna çox üzüldüm həqiqətən, çünki çox gözəl bir ten paletdir və pigmenti çox yüksəkdir. Mən bacımın aldığı ten paletdən istifadə eləməyi düşünürdüm əvvəlcədən. Yəni hansı rəngləri gözümə tətbiq eləyəcəyimi zaten fikirləşdim.
fikirləşmişdim, düşünmüşdüm. Daha çox bənövşəyi tonlarda tətbiq eləməyi düşünürəm. Burada belə bir fırça göstərirəm. Bayaq dediyim kimi, yəni pudra fırçası ilə aldığım dəstəndir. Çox gözəldir. Yəni mən Olivia'dan almışam fırça dəstini. Demək olar ki, mən hər şeyimi Olivia'dan alıram. Burada mən sizə göstərirəm bənövşəyi rəngdə tonlarda ki, bənövşəyi tonu qatışdırdım. Yəni pigmenti o qədər də güclü deyil, amma rəngləri çox gözəldir. Burada bənövşəyi bir az zərq qoyuram gözümə. Mənim allığım, yəni bu allığı çox xoşlayıram. Yəni siz təsəvvür edirsiniz ki, mən makyaj malzəmələrimi yəni 2-3 saata seçirəm. Yəni dükana girəndə çox incələyirəm hər şeyi. Sizə göstərdiyim fırça isə Makın fırçasıdır. Yəni mən bu fırçanı makyaja tezə başlayanda almışdım. Yəni deyim orijinal Makdır, xeyir, amma çox yumşaqdır. Yuyanda da tükləri çıxmır. Burada isə belə bir qaşlar göstərirəm. Bunu da təbii ki, Olivia'dan almışam və mən parıldamağı çox sevirəm. Parıltılı hər şeyi çox sevirəm. Əvvəl düşünürdüm böyük ürək qoyum üzümə, amma sonra isə kiçik ürəklərdən gözümün qırağına qoymağı düşündüm. Burada isə tuş çəkirəm gözümə. Yəni bu tuş haqqında da əvvəlki videolarımda, gələcək videolarımda sizə məlumat verərəm. Məndə bir çox tuşlar var. Flormar'ın karandaşını göstərirəm, amma bunu çəkməyi vaz keçirəm, çünki dodağımda daha çox açıq tonda qalır. Bu karandaş isə adi, marka olmayan bir dodaq qələmidir, amma rəngi çox gözəldir. Rəngini çox xoşlayıram və burada Allaha şükür eləyirəm ki, axır ki mən dodaqlarımın xəttlərini düzgün çəkməyə bacardım. Çünki ən çətini çəkdiyim yer dodaqlarımdır. Burada sizə çalışıram ki, Flormar'ın dodaq boyasının rəqəmini göstərim, amma fizika qanunlarına tərs olduğu üçün düzgün göstərə bilmirəm rəqəmi. Yəni düzgün göstərmir kamera. 220 nömrədir. Amma sizə deyim, göründüyündən daha çox 2-3 ton açıqdır. Belə adi gözlə baxanda da tünd görünür, amma dodağa tətbiq eləyəndə təbii ki, açıq rəngdə qalır. Bu da ola bilər ki, hər dodaqda fərqli rəngdə qala bilər. Bu 129 nömrə pomadadır. Yəni inanırsınız, çox gözəl bir pomadadır və içində xırda-xırda zərləri var və karamelli, südlü, konfet iyi gəlir və mən bu iyi həddindən artıq çox sevirəm. Belə bir dodaq, yəni çəkmək üçün fırçam var. Mən qətiyyən pomadanı promo, yəni dodağıma çəkmirəm ki, yayılır. Burada isə mən makyajımın artıq bitirmiş halda sizə daha yaxından göstərmək istəyirəm ki, necə qalır, onu göstərməyə çalışdım sizə. Mənim belə bir qolbaqlarım var. Demək olar ki, mən bütün qolbaqlarımı bu cür formada alıram. Yəni çox sevirəm bu cür qalın qolbaqları. Yəni bu aralar bu qolbaqlara çox dadanmışam. Mənə ən rahat olanını mən seçdim. Burada isə eynəyimlə mən makyaj videomu artıq bitirirəm. Həqiqətən də məni izlədiyiniz, dəstək olduğunuz üçün çox sağ olun.